Əvvələn hər şeydən qabaq zəkatul fitrə. Fitrə sözü insanın öz bədən, yaradılış, quruluş mənasında işlənir. Zəkatul fitrə yəni bədənin zəkatı. Başqa buna zəkatul əbdan da deyərlər, yəni bədənlərin zəkatı. Bu insan bədəninin zəkatıdır. Məsələn, bir var zəkatul əmval, yəni malların zəkatı. O ki, inəkdir, qoyundur, dəvədir, arpadır, buğdadır və s. müəyyən həddən artıq olarsa, şərti ilə, şurutu ilə o zaman ona zəkat vacib olar. Ona deyərlər zəkatul əmval, mallarda zəkat. Amma bu zəkat isə zəkatul fitrə, yəni bədən zəkatı. Bunu insan öz canından əta edir, yəni can əvəzinə ödəyir. Mal əvəzinə yox, bu can əvəzinə ödəniləndir. Bu adın mənasını biləndən sonra o bir qism suallar avtomatik olaraq aradan gedir. Hansı suallar? Hər il ola bilsin ki, siz də rastlaşırsınız. Maşınımın zəkatını çıxardım, nə bilim, inəyimin zəkatını çıxardım, qoyunumun zəkatını çıxardım. Yox, bu o inək, qoyun, maşın filan, o zəkat ayrı məsələdir. Onu buna qarışdırma, bunu da ona qarışdırma. Əgər doğrudan da zəkat vermək istəyirsənsə, zəkatının, xumsuvun, hökmlərin öyrənginən və bilginən ki, bu hara tətbiq olunur, hara tətbiq olunmur. Amma bu zəkatı qarışdırmayın ona. Bu zəkatın nə inəklə, nə qoyunla, nə dəvəylə, nə maşınla, ev məsələn, bəzilədir evimdən zəkat çıxardım, bəzilədir, o sualların hamısının cavabı aydın oldu. Deməli, bu zəkat ancaq insan sayı üçündür, insan bədəni üçündür. Bu insan əvəzindən olan zəkatdır bu. Bunu bir əvvəli yadınıza saxlayın, bu bir də məsələ.